Aydın günün mübarək olsun deyirəm. Və ağanın simasında nə qədər ki, alimlərimiz, müştəhidlərimiz var, hər birisinə səmimi qəlbdən təbrik ərz edirəm. Bugünkü mövzunun əsas mövzulardan biridir ki, bu günlərin bəzi insanlarda bəzi mömin qardaşlarda, təzə namaz qılan insanlarda bu çatışmamazlıq var. Niyyətdir ki, istəyirəm bu niyyət haqqında həm hədislərə, həm fiqh hükümlərə, həm də ki, bəzi mövzuya daxil olan Qur'an ayələrinə diqqət edək. Əvvəla, insanın həyatında, insanın yaşayışında, insanın Allaha tərəf ibadətdə səfər etməsində əsas birinci lazım olan onun niyyətidir. Bəziləri var, niyyəti küçümsəyir, zəif sayır. Amma biz əgər fiqhi cəhətdən, şər'i cəhətdən niyyətə baxsaq, elə bizim fiqhimizdə ibadət bölməsində, namaz bölməsində 11 vacibatın 5-i ki, rükündür. O rükünlərdən birincisi niyyətdir. Yəni, rükün nə deməkdir? İnsan bilərəkdən və bilməyərəkdən rükündə səhv etsə, onun namazı batıl olur. Məsələn, bir insan namaz qılır. Amma o 4 rükətli namazı nə icmalən, nə təfsilən, yəni fiqh dildə deyirəm, bilmir ki, hansı namazı qılır bu? Onun namazı batildir. Təbii ki, burada bəzi fiqh məsələlər də var ki, burada fərq eləyər ki, məsələn, bir insan namazı başqa niyyətdən başlayır, qılır, hansısa bir namazın niyyətlə ödül etmək var niyyətdir. Amma namaza başlayan və bilməyək ki, hansı namazı qılır, niyyət etməyə, namazı səhih deyil. Bu şəri baxımdan. Həm də niyyət insanın həyatında böyük rol oynayır. Baxın, bu bizim cəmiyyətimizdə bu günlərin böyük bir bəladır ki, insanların əməllərini əməllərə görə qiymətləndirirlər. Məsələn, insanların əməlində şirk sözünü əmələ görə axtarılır. Məsələn, bir insan hansısa bir imamın ziyarətinə gedir və orada səcdiyə edir. O dəqiqə deyirlər ki, filankəs filankəsin məzarı qarşısında səcdə etdi, ibadəti batildir. Səcdəsi batildir. Amma əgər biz Qur'an-ı Kərimin məntiqinə nəzər yetirmiş olsaq, gözəl şəkildə Qur'an-ı Kərimi mütaliə etmiş olsaq, görərik ki, həqiqətən də bu deyən insanların fikirləri səhvdir. Bu cür söz deyən insanların. Niyə? Çünki biz baxmalıyıq həmən insanın niyyətinə. Allah Müteal Qur'an-ı Kərimdə Yusuf surəsinin 100-cü ayəsində buyurdu ki, وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ Atası qalxdı ərşin üzərinə, neylədi? وَخَرُّ لَهُ سُجَّدًا Və Yusuf'in qarşısında səcdiyə getdi. Əyildi, xarr əyildi deməkdir, succədə səcdə etdi. İndi burada biz fərq ömürük. Torpağa səcdə elədi, hər nəyə səcdə elədi. Bizim məsələmiz səcdəyə getməkdir. Bəli, indi baxmalıyıq biz səcdə sözünü təhrikdə, lüğətdə, müfradatda gələn mənasına. Məgər bu Allah üçündürmü, yoxsa Allahdan başqasına da səcdə etmək olar? Demək, bu ayədə olar. Bu ayədə Yaqub Peyğəmbər və onun yoldaşı və övladları Yusufə nəuzu billah, əstağfurullah, Allah qəsdiyinə səcdə etmədilər. Bu ayədə səcdənin mənası təzim deməkdir. Yəni təzim etdi. Amma Allahdan başqasına Allah qəsdi ilə səcdə olunsa, bəli, əlbəttə ki, onun əməli və niyyəti batildir.
Mən ona görə əvvəldə qeyd edim ki, bəzi insanlar var ki, bu cür qəsdlərinə görə insanların əməllərində şirk axtarırlar və o dəqiqədə şirk sözünü atırlar həmən insanların üzərinə. Filankəs şirk edir. Xeyr, burada təzim mənasıdır. Məsələn, bir insan gedir imamın qəbrini ziyarətə, bu o mənadadır ki, İlahi Pərverdigara bu imamı bizlər üçün bir neymət verirsən. Sənin neymətinə şükürlər olsun ki, bu imamların sayəsində bizlər elm öyrəndik. Bizlər yolumuzu işıqlandırdık. Çünki niyə? Hədis-i şərifdə var, Həzrət-i Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, imamlar hansı bir nurun vahid, bir nurdular. Və yolunuzu tapmaq üçün onurdan istifadə etməlisiniz, o işıqdan istifadə etməlisiniz. Baxın, zahirdə iki əməl bir-birinə oxşayar, iki səcdə eləmək. Birinin qəsdi, niyyəti riayət qəsdi ilə onlar riya. Məsələn, özünü kiməsə göstərmək, cəmaata göstərmək və ya da valideynə göstərmək. O niyyət səhvdir və batildir əməl. Amma biri də var, qurbətən lillah, Allah üçün. Bəli, burada artıq fəzilət var. Çünki niyə? Sırf niyyət Allaha məxsusdur. Həzrət Əli əleyhissalam ibadət edənləri üç hissiyə verir. Məsələn, buyurur ki, birinci dəstə o dəstədir ki, cənnət şövqü ilə, cənnət həvəsi ilə Allah ibadət edərlər. Çox gözəl. Bizlərin əksəriyyəti də bu cür edir. İkinci dəstə cəhənnəmin qorxusuna görə Allaha ibadət edər. Ki, Pərverdigar, mən cəhənnəm oduna yandırma. Bu da gözəl. Bizim də ona ehtiyacımız var. Ağa buyurur ki, üçüncü dəstə Allah məhəbbətinə, şövqünə görə Allah ibadət edir. Və buyurur ki, üçüncü dəstə bu iki dəstədən daha üstündür. Çünki niyə? Niyyətdə sırf Allah edir. Niyyət birbaşa qürbətən lillah edir. Allaha yaxınlaşmaq qəsdidir. Və digər bir öz həyatımızdan misal çəkək. Niyyətə uyğun. Məsələn, iki insandır, ikisi də insan yarır. Məsələn, insanın sinəsini yarır. Biri cərrahdır, insana həyat vermək üçün yarır. Biri isə cinayət edir. O insan, cərrah, həkim, o işi bitirəndən sonra o həm pul alacaq, həm də bir çox təşəkkür alacaq. Bir neçə insan tərəfindən. Düz, amma cinayətkar o cinayəti törətdikdən sonra bir neçə il həbs və insanların qarışına səbəb olacaq. Demək, ikisi də eyni əməl idi, amma niyyət fərqlidir. Niyyət bir-birinə uyğundur. Peyğəmbərə sələvat arzu edir. İnsanın şəxsiyyəti də onun niyyəti ilə ölçülür. Çünki niyə? Alimlərdən biri buyurur ki, insanın ki, Allah Teala insana bir üzv verir ki, dil 100 neçə qramdır. Amma insan o dilin vasitəsi ilə həm kafir olur, həm mömin olur. Məsələn, bir insan deyər, əşhədu ən la ilahə illallah, İslamı qəbul edər. İman gətirər Allah. Amma biri deyər, nəuzu billah, Allah yoxdur, iki kəlmə sözdür, Allah yoxdur, onlar kafir. Buyurur ona görə ki, ikisi də bir-birinə oxşardır. Eyni üzündən istifadə edir. Amma niyyət fərqli olduğuna görə gəlir artıq zülmətə, zəlalətə çatır. Bu bir mətləb. İkinci mətləb budur ki, niyyətdə iştirak etmək. Bu da əsasdır. Məsələn, bir hadisə olur, insan o hadisədə iştirak etmir, amma bilir ki, filan kəslər o hadisəni edib, eşidəndə öz razılığını bildirir. Bildirir ki, yaxşı edir, filan kəs bu işi görür. Hədislərdə buyurur ki, Həzrət Peyğəmbər buyurur ki, o Peyğəm hədisi, o insan o işi görənlərlə şərikdir. Baxın, Kərbəla vaqiəsində Şüreyh qazi olmuyor. Düz, Şüreyh qazi böyük bir alim idi. Böyük bir alim idi. İmam Səccad əleyhissalamın da dilindən tanıdı. Şüreyhin də haqqında, Zuheyrin də haqqında,
yolunda. Şüreyh qaziyə Yazid dedi ki, əmir ver, dedi verə bilmərəm. Dedi, niyə? Dedi, Peyğəmbər babasıdır. Tanıyır mı? İki kisə qızılı atdı qarşısına, qılıncı tutdu əlində, dedi, ver hökmü. Hökmü verdi. Qətlinə fərman verdi. Allah Taala Şüreyh qazının niyyətinə görə 1420 adım salıb Kərbəla vaqiəsində gedən tarixə ki, niyyət özü iştirak etməsə də niyyəti olur. Demək, niyyət əsas fərqdir. Ona görə hədis-i şərifdə İmam Cəfər Sadiq əleyhissalamdan və Həzrəti Peyğəmbər salawatullahdan ikisi də bir-birinə oxşardı, amma Həzrəti Peyğəmbər salavatullahın hədisini oxuyacaq sizə. Buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm mən şəhidə əmirəm. Hər kim bir işdə iştirak edən, şahid olan, fəqərihəhu və onu inkar elətdirək ki, bu işi görməklə, çəkindirə onu bu işlə. Məsələn, birini vurmaq istəyir, bu da bunu görür. Deyir, kimsə onu inkar elətdirə, o işindən əl götüzdürə, kənə kəmən qabə anhu. Əgər bu cür olsa, sanki o şəxs orada olmuyor. Sanki o şəxs o işdə görmüyor, şahid olmuyor. Çünki niyə? Çəkindirirdi, niyyətinə görə orada olmuyor. Amma əksinə, وَمَنْ غَابَ عَنْهُ amma orada olmuyor, o işdə iştirak etməyər, birinin qətlində və yaxud birinin davasında iştirak etməyər, faradiyəhu, öz razılığını bildirər, kənə kəmən şəhidəhu, o hökümdəki ki, sanki orada iştirak edir. Razılığını bildirər, sanki orada iştirak edir. Niyə? Çünki niyyəti o olub, razılıq olub. Qəlbində belə narazılıq olub. Narazılıq göstərməyib. İkinci hədis. İmam Rıza Aleyhisselam buyurur ki, لَوْ أَنَّ رَجُلًا قُتِلَ فِي الْمَشْرِقِ Əgər bir şəxs məşriqdə öldürülər, yəni şərqdə öldürülər, فَرَضِيَ بِقَتْلِهِ رَجُلٌ فِي الْمَغْرِبِ Məğribdə də bir kişi onun öldürülməsindən xəbərdə və razı olar. لَكَانَ الرَّاضِ عِنْدَ اللّٰهِ عَزَّ وَجَلَّ شَرِيكَ الْقَاتِلِ Allah Taala onun razılığına görə onu o işdə şərik qərar verəcək. Hədisə diqqət ediniz. Biri məşriqdə, biri qətl edən, məğribdə, biri eşidə razılığını bildirər, deyir, sanki Allah Taala onu o işdə iştirak etmiş şəxs qismində qərar verəcək. Çünki niyə? Razılığı olmuşdu, niyyəti bu olmuşdu. Ki, yaxşı olur. Elə bu razıymış ki, o qətlə yetirilsin. Və digər bir hədis, Əleyhisselam buyurur ki, Ər-râdı bi fi'li qavmin kəddâxili mə'hum Hər kəs bir dəstə adamın qətlində olmayan, qətl törətdiyi işdə olmayan, amma razılığını bildirər, sanki oradadır. Üçü də bir-birinə uyğundur hədis. Üçü də eyni hədisdir. Eyni məzmundadır. Çünki niyə? Üçü də razılığını bildirər. Allah Taala onların niyyətinə görə gətirib onu ora daxil edər. Həzrəti Əli Aleyhisselam buyurur ki, çox haqq söz var ki, arxasında batil dayanır. Çox müəmmalı bir hədisdir. Çox haqq kəlam var ki, arxasında batil dayanır. Məsələn, nümunəsi deyək, Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm yataqda olanda vəsiyyət yazmaq istədi və bir iddə insanlar onu qoymadılar vəsiyyət yazmağa. Nə dedilər? Dedilər, həsbünə kitabəllah. Bizə Allahın kitabı kifayətdir. Düz, gözəldir. Hər bir insana Allahın kitabı kifayət edir. Quran da Allahın kitabıdır. Amma Həzrəti Əli Aleyhisselam buyurur ki, bu hədisin açmasında buyurur ki, çünki bilirdilər ki, Həzrəti Peyğəmbər neçə illər həyatında qeyd elədiyi sözləri burada vəsiyyətə yazacaqdır və Quranla bərabər Əhl-i Beyti yazacağına görə dedilər, həsbuna kitab Allah. Arxasında nə dayandı? Batil bir söz. Amma zahirdə söz gözəl idi. Məsələn, başqa bir misal çəkək, Siffin döyüşü. Quranları vurdular, neyziyə gəldilər Həzrət Əleyhisselamın üzərinə. Dedilər ki, biz Qurana qılınc
qaldıra bilmərik. Gözəl sözdür, Qurana qılınc qaldırma olmaz. Amma arkada nə dururdu? Batıl niyyət dururdu. Həzrət Əli əleyhissalam ona görə dedi ki, vurun Quranların atili Quran mənə. Ağanın kəlamını gördünüz, çox hak kəlam var ki, arkasında batıl durur. Ona görə biz insanların zahirində insanlara qiymət verə bilmərik. Məsələn, bir insan namaz qılır, bir insan ziyarətə gedir, xeyr, onun niyyətini bilməliyik ki, bu insanın niyyəti nədir? Bu insan bəlkə bundan istifadə edir. O qədər insanlar olur ki, ibadətdən istifadə edirlər. Tarixdə var. Həzrət Əli əleyhissalam da namaz qılırdı, Muaviyə də namaz qılırdı. Həzrət Əli əleyhissalam namazdan zövq alırdı, həzz alırdı. Həzrət Peyğəmbər buyurdu ki, ya Bilal, ərəknə bis-salam. Ey Bilal, namazla rahatlıq ver bizə. Muaviyə də namaz qılırdı. Amma nə üçün qılırdı? Batıl əqidələrini insanların zehninə yeritmək üçün, insanların beynində orada yer tapmaq üçün. Demək, niyyət fərqli idi. Niyyət başqa səmtə idi. Ona görə biz insanların çalışmalıyıq ki, niyyətindən agah olur. Görək niyyəti nədir? Peyğəmbərə sələvat zikr edir. Quran-ı Kərimdə Şəms surəsi var, yəni günəş. Mən əminəm ki, çoxlarımız bunun özünü oxuya bilməsəniz, mənasını bilərsiniz. Allah'a şükür, burada Quran oxuyanlar var. Şəms surəsinin 14-cü ayəsində Allah Müteal buyurur ki, Salih Peyğəmbərin eşitmişsizlər dəvəsi haqqında. Möcüzə istədilər, uzun istəmirəm, qısa deyirəm, istədilər dəvəni qayanın arxasından bir möcüzə gəldi, hətta rənginə kimi demişdilər. Və Həzrəti Salih Peyğəmbər buyurdu ki, bu dəvəni öldürməyəsiniz. Amma bu dəvəni bir nəfər öldürür. Tarixdə onun adı Qəddardır. Bizdə işlətdiyimiz söz var, öz aramızda. Filankəs Qəddardır. Qəddar onun adıydı, tarixə düşdü. Dəvəni su istəyə yerdə bir nəfər qətl elədi, öldürdü. Amma Allah Təbarəkə və Teala Quran-ı Kərimdə Şəms surəsində o hadisədən danışanda 14-cü ayəsində buyurur ki, فَعْقَرُوهَا öldürdülər. Niyə Allah cəm deyir burada? Allah vücudun hifz eləsin, Cəfər Sübhanı alanın və Allah ruhunu şad eləsin, Əllamə Hüseyin Təbətəbaya. Hər ikisi də təfsirdə yazırlar ki, burada məqsəd Allah Taala niyə cəm deyir, bir nəfər öldürüb, amma cəm şəkildə deyir? Çünki hədis gətirir. Hədis kimdəndir? Həzrət Əli əleyhissalamın mübarək dilidir. Nəhcül Bəlağə kitabının 192-ci xütbəsində. Nəhcül Bəlağə 192-ci xütbədə. Nə buyurur Əli əleyhissalam? Buyurur ki, İnnəmə aqaran nəqətə təmud rəculun vahid. Səmuddan olan bir kişi, Səmud tayfasından dəvəni öldürdü, bir kişi, rəculun vahid, bir kişi öldürdü. Yaxşı, niyə cəm dedi Allah? Cavabı buradadır. فَعَلْمَهُمُ بِالْعَذَابِ Allah onlara əzab göndərdi. Niyə? لَمَّ عَمُّهُمْ بِالْرِضَى Onlar da o kişiyə razılıq vermişdilər. Ki öldür. Demək Allah Teala onların niyyətinə görə Quran-ı Kərimdə buyurur ki, فَعْقَرُوهَا öldürdülər. Çünki niyə? Razılıq bildirmişdilər. Niyyət əsasdır. İştirak etməsə də, amma niyyəti var idi. Ona görə də Allah Teala cəm şəkildə dedi, öldürdülər. Və tarixə baxanda Cəməl müharibəsindən sonra Həzrəti Əli əleyhissalam gəldi, daxil oldu Bəsrə şəhərinə. Bəsrə şəhərində Beytulmala gəldi. Bunu nəql edir Əbul-Əsvəd Duali. Əbul-Əsvəd Duali haqqında sizə bir qısa da məlumat verir. Quran-ı Kərim əlimizdə olan Quran-ı Kərimin fəthəsi, zəmməsi, kəsrəsi, yəni sahibləri deyək belə,
hərəkələri Əbul-Əsvəd Duəli Həzrəti Əleyhisselamın əmri ilə, iştirakı ilə Quran-ı Kərimdə hərəkəlidir. Bu əlimizdə olan Quran-ı Kərim. Və Həzrəti Əleyhisselamın xas tələbələrindən və məhəbbəti olan şəxslərdən olur. Hətta tarix yazır ki, 7-8 yaşında bir qızı var idi. Bir gün Əbul-Əsvəd Duəli daxil oldu evinə, gördü ki, qızı əyləşib, dedi, ata, Muaviyə bal göndərmişdi, gözəl bal göndərmişdi və baldan da yemişəm. Baldan da yemişəm. Əbul-Əsvəd Duəli deyir, dedi, qızım, kim göndərmişdi, dedi Muaviyə, deyir, tutdu qızının əlindən, barmağını saldı ağzına ki, o balı yediyi balı qaytarsın. Dedi, ata, niyə bu cür edirsən? Dedi, çünki Muaviyənin balını yeyəndə əli məhəbbəti qalmaz. Əbul-Əsvəd Duəli, bu Əbul-Əsvəd Duəli idi. Əbul-Əsvəd Duəli deyir ki, ağa ilə daxil olduq Bəsrə şəhərinə. Gəldik, Beytulmala yaxınlaşdıq, ağa Beytulmalı açdırdı. O qədər qızıl, o qədər gümüş var idi ki, qızıl da gün düşəndə insanın gözünü qamaşdırar da. Deyir, Əleyhisselam baxdı, iki söz buyurdu. Biri qızıla, gümüşə aid oldu, biri isə bizlərə aid oldu. Deyir, qızıla baxdı, buyurdu ki, vur lüğəyri. Get başqasını aldat. Mənə aldadanməzsən, gözünü qamaşdırmaqla. İkinci söz bu oldu ki, bu qızıl dirhəmləri hər bir iştirak edən, döyüşdə iştirak edən insanlar arasında bölünür. Əbul-Əsvəd Duəli deyir, həmən günü döyüşdə 12.000 nəfər iştirak eləmişdir. Həriyə 500 dirhəmdən ağa böldürdü. Sanki deyir, ağa əvvəlcədən Beytulmalı hesablanmışdı. Ən axırıncı adama çatdı 500 və 500 də artıq qaldı verdi yağıya. Ki, ama bu da sizin, artıq qalan ən axırıncı 500 qalır, bu da sizin. Deyir, ağa bunu alanda bir nəfər gəldi. O şəxsin adını tarix yazır ki, salavat zikr edəyək. Hibe-i Ələniyyə idi. Tarixdə adır. Hibe-i Ələniyyə. Gəldi, dedi ki, ağa, mən gecikmişəm, çata bilməmişəm, gec xəbər almışam ki, bu döyüş olub. Amma inanın, mənim də qəlbim burada olub. Mən də istəyərdim ki, burada iştirak edəyəm. Deyir, ağa götürdü, 500'ü verdi ona. Ağadan Əbul-Əsvəd deyir, sual edim, ağa bu sizinkiydi, döyüşdə siz olmuşdunuz. Dedi, xeyr, Əbul-Əsvəd Duəli. Bir insan döyüşdə iştirak etməyə, amma niyyəti bizdən ola, sanki bizdən iştirak edib o işdə şərikdir. Ona görə bu 500'də olmuş. Hətta döyüş təzə qurtarmışdı Cəməl müharibəsi. Deyir, bir şəxs gəldi ki, ağa, kaş qardaşım da burada olaydı. Dedi ki, ağa buldu ki, qardaşım bizim havadarlarımızdandır. Havadar yəni özü orada olmuyor, amma qəlbi niyyəti orada ola. Bizim havadarlarımızdandır, buldu ki, bəli, sizi çox sevir, sizə çox məhəbbəti var. Deyir, buldu ki, heç də narahat olma, sənin qardaşın da bizlə burada iştirak edir. Və o heç, sən bilirsənmi ki, kimlər də bizdən iştirak edir? Cümləyə baxın. Fi əslabir rical və ərhamin nisa. Hətta o şəxslər ki, hələ dünyaya gəlməyiblər, atalarının sürgündərlər və hətta analarının bəhnində olan uşaqlar verir. Çünki niyə? Ruhlar aləmində Allaha əhd vermələri və hələ hədd-i-buluğa da çatmayıblar. Hələ olmayıblar ki, hədd-i-buluğa da çatırlar. Buyurur ki, hətta onlar da bizdən iştirak edir. Haqq tərəfdarı olur. Ona görə İslamda birinci insandan niyyət tələb olur. Xalis niyyət. Qurbətən illah niyyəti. Qurbətən illallah yox. Qurbətən illallah niyyəti. Ona görə çalışalım, əzizlərim, həmişə attığımız addımda, ibadətimizdə, tövbəmizdə, yaşayışımızda, məişətimizdə niyyətimiz saf olsun.
Niyyətimiz xalis olsun. Niyyətlə ibadətimizi yönəldək. Çünki insanda əza üzvləri ki var, hər biri niyyətə bağlıdır. Baxış da niyyətə bağlıdır. Nə niyyəti ilə baxırsan? Eşitmək də niyyətə bağlıdır. Nə niyyəti ilə eşidirsən? Getmək ayaq da niyyətə bağlıdır. Nə niyyəti ilə gedirsən? Üzən biri xəstədir. Nə niyyəti ilə gedirsən onun yanına? Allaha yaxınlıq qəsdi ilə, yoxsa başqa bir niyyətlə? Yoxsa eşitirsən xəstədir, mirası qalıb, gedib onun yanına mirası əldə edib, bax, niyyət fərqləndi. Ona görə çalışalım ibadətimizdə, məişətimizdə, ictimaiyyətimizdə daimən niyyətimiz saf olsun. Allah'ın verir öz izzətinə, cəlalına, Peyğəmbər alı, Peyğəmbərə xatir, Allah Taala bizi daima saf niyyətli, xalis niyyətli, salih bəndələrindən qərar versin. Pərverdigar aləm, sənə and verirəm. Bu müqəddəs gündə Səyyidül Əyyam cümə günündə, günlərin ağasıdır. Pərverdigar aləm, ağamızın zuhurunu tətil edirəm. Pərverdigar aləm, sənə and verir şəfi Allah xatir. Nə qədər ki, xəstələrimiz, mərizlərimiz varsa, xüsusilə yataq xəstələri var. Pərverdigar aləm, öz məsləhətinlə, tezliklə onların hər birinin şəfasını verir. Pərverdigar aləm, sənə and verir öz izzətinə, cəlalına. Bu bir neçə gün ərzində bizim hərbicilərimiz, Allah onları yeni gün afəti bəlasından hifz eləsin. Bizim ki, qeyrətimizi, namusumuzu müdafiə edirlər əllərində silah. Pərverdigara, onları sağ-səlamət öz valideynlərinin üzərinə qaytarır. Pərverdigara, hərbicilərimizi xətadan, bəladan hifz eləyəcək. Pərverdigara, 20% Qarabağ torpaqlarımızı yağı düşmənlərin tapdağı altından azad eləyəcək. Pərverdigara, aləm, sənə and verilir, öz izzətinə, cəlalına, qardaşlar ki, səfərdədirlər. Pərverdigara, onları da xətadan, bəladan hifz eləyəcək. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth və rəəytən nəsə yədxulunə fi dinillahi əfvəcə fəsəbbih bihamdi rabbikə vəstəğfirhu innəhu kənə təvvəbə.